Mən deyirəm ki, Peyğəmbərin balası şəhid olub. Bunun üçün mənə Quran ayəsi lazım deyil. Mən o qədər küt deyiləm ki, mən başa düşməyim ki, Peyğəmbərin balasını şəhid eləyiblər. İnsanlıq faciəsi yaşanılıb. Mən onu yad eləməyim. Yəni, mən bu qədər kütəm. Yəni, insan bu qədər tənəzzül eləyir ki, bunu başa düşmür. Bunu insana demək lazım deyil ki, bir insan bunu başa düşür. Bir insan əgər normal düşüncə sahibidirsə, bunu bilir ki, buna görə bizə ayə lazım deyil, bizə hədis lazım deyil. Biz nə edirik? Biz Əhl-i Beytə öz hörmətimizi göstəririk. Onlar bizim nicat verənlərimizdir. Qardaş, sən onu adi bir insandan, o sənin səhvindir, adi bir insandan ayrı eləyə bilmirsən. Mən ayrı eləyə bilirəm və görürəm ki, nədir? Mən nə etməliyəm? Mən bunu yad eləməliyəm. Mən şəhidin məqamını bilirəm, deyirəm ki, şəhidlərimizi yad eləyək. Mən faciənin acısını, onun o faciədən doğacaq, onu anmaqdan, onun üçün ağlamaqdan doğacaq intiqam hissini mən başa düşürəm. Mən başa düşürəm ki, sən Xocalını unutsan, düşmənini yaddan çıxardacaqsan, heç vaxt yadıma düşməyəcək. Düşmənini yadından çıxartmamalısan. Qarabağ şəhidini sən yadından çıxarda bilərsən, öz şəhidini. Sən Xocalığı yadından çıxarda bilərsən, qız gəlinin başına nə oyun açıblar, onu yaddan çıxarda bilərsən sən. Mən başa düşürəm ki, hər il onu təkrarlamaqla o mənə nə verir? O mənə bu hissi verir ki, sən düşmənlərini unutma ya, sənin düşmənlərin var. Bunlar səndən bu oyunu çıxardıblar. Gələcək nəsillər bunu yaddan çıxartmasınlar, bilsinlər tarixlərini, dəfn eləməsinlər.